Keçdi, metastaz vermişdi mədəsinə. Mədəsində 9 milli qalınlıq yaranmışdı, şiş yaranmışdı. Nə yiyilsə geri qaytarırdı. Apardım, burada 3 yerdən analiz verdim. Biri deyildi, heç nə yoxdur, ikisi deyildi ki, 100% bəd xassəli şişdir. Apardım Türkiyə. Türkiyədə də 10 gün qaldı orada, biopsi elədilər, götürdülər, analizlər götürdülər, 100% şiş çıxdı. Dedilər ki, biz buna bıçaq vuranmarıq, artıq bu sümüyə yayılıqdır. Bədəninin bütün sümüklərində ocaq salmışdı. Gəldim Azərbaycana noyabr ayının 30'unda gəldim, dekabrda toy elədik 10 gün ərzində. Həkimlər də dedi ki, tez elə toy qabağa sal, bunun 5-6 ömrü qalır. Gəldim bura Bakıya, bir onkolog var, bir cərrah vardı. Onlar da dedi ki, xeyli pulun gedəcək, bir 50-60 min gedəcək, amma bir il yaşadaraq söz veririk. Gördülər, çox əsirəm onun üstündə mən. Sonra düz bir il yarımdır mən ximiya qutardı, dedilər daha keçmiş olsun, bundan önce biz heç nə eləyənmirik. Bunların dediyi ilə mənim yoldaşım 2018'in fevral ayında bu adam dünyada keçməliydi. Fevral ayından, 2018'in fevral ayından bizim ximiyanın bütün müayinələr, hamısı dedilər daha biz bundan artıq heç nə bacarmırıq. İndi bundan sonra biz ancaq buna ağrı kəsici morfilər vuracaq. Morfinlə də bir ay 20 gündə yaşayar. Sonra gəldik, elə oldu ki, Allah qapı açdı, bir nəfər mənə dedi ki, dedim əbəs, gördü qanım qaradı, deyil, qoram, dedi belə. Götür tez bu dərmanı ver yenə. Bu dərmanı götürdüm, bu dərmanı da ona bir yevrə vermişdim. Mən də zəng edim, yevrədən soruşdum, özüm danışdım. Dedi, bunları elləginə 2 aydan sonra, 2 kursun sonra analiz ver. Aparatda müayinədən keçir. Götürdüm, elədim, biz də 2 kurs eləmədik, 3 kurs elədik. Bir kurs çəkir 20 gün. 15 gün fasilədir, 20 gün müalicədir. 15 gün fasilə, 20 gün müalicə. Biz 3 kurs elədik, sonra apardım may ayının 25'ində, bak bu il may ayının 25'ində. Mərkəzi klinikada bir də bu Banadiyel deyilən yer var. Banadiyel'də. Orada da 2 yerdə analiz verdim, diskə də çəkdirmişəm hamısını. Bir də MRT, KT onlardan keçirmişəm. Həkimlər bu vaxtı şoka düşdü ki, burada ola bilməz. Yəni, durdular, məni təbrik elədilər. Amma bundan qabaq əlimi sıxıb mənə deyən, keçmiş olsun deyən həkimlər, bir gün durdular, əlimi sıxıb ki, təbrik edirəm. Yəni, tamam təmiz çıxıb, heç nə yoxdur. Nə sümüyündə, nə mədəsində. Mədəsində 1 qram nə şiş yoxdur, döşündə heç nə yoxdur. Sümüyündə də onun kimi tərtəmiz çıxmışdı. Şəkillər də var, məndə. Diski də məndə durur evdə. Əvvəlki disklər də var, köhnə. Hamısına Türkiyədən zadlar gəlmişdi, uzmanlar. Onlar da qoydular, baxdılar. Əvvəlki durumuna baxdılar, bugünkü durumuna baxdılar. Tamam təmiz, heç bir şey yox, tərtəmiz. İndi də may ayının 25'ini eləmişdim, dedilər ki, may deməli, iyul, avqust. Dedilər, avqustda 3 aydan bir gəl bir dənə müayinə eləyək. Avqust ayında yenə apardım, müayinədən keçirdim, yenə təmiz çıxdı. İndi dedilər, noyabr ayında gətirib edən də yoxlar, dedim başüstə. Bu arada 4-cü səfər yenə də özü boş durmadı, bir dənə də kurs elədi. İndi bir də noyabrda fark olacaq, amma bugünkü durumu özü yeməyi, yatmağı 48 kilo olmuşdu, indi olub 75 kilo, 78 kiloydu, arxatırım dəs. İndi 75 kilo saxlamışıq. Yeməyi, içməyi normaldır, yatmağı normaldır, ağrıları yoxdur. Hələ ki, müalicə davam edir. Müalicə deyəndə ki, doktora dedi ki, buna heç bir dərman vermədi artıq. Aydın, yəni o Türkiyə çarəyə, Codun dediyi müalicə davam edir. Codun dediyini elədim. İndi yenə eləyirsiniz arada Codun dediyi. Demirəm, bu may ayının 25'dən aparatlardan keçdik, tərtəmiz çıxdı. Öz için boşan, bu adamı öldürmür, zəhərləmir. Dedi bir kurs edirəm. Pahalı bir şey de değil. Yox, pahalı bir şey de orada yazmışam, hamısını danışmışam. Oxusanız görüyorsunuz, hiçbir şey yox. Allah sizdən razı olsun. Sabir, deməli, başlayırıq belə. Deməli, alınmalı nədir? Aptekdən alsın nə? Baytar aptekində satılır 250 qram qriyalin alsın, qriyalin. Rusiyanın ya da Ukraynanın olsun. Bu qriyalin qoyun zadı yadıva gələr, qoyun zadı çimizdirirlər, gənələri, bitbirəni qırmaq üçün. Çox pis iyi var. Çoxun iyinə ilan da yaxın gələnmir. 250 qram qriyalin alırsan, bir dənə pepet alırsan. Aptekdə satırlar orada, gözə də dadağımızı tökmək üçün. Bir də 1-2 kilo iri yeşələrindən markov, kök. Bir də turş alma, göy alma, şirin alma olmaz. Bunları alırsan hərəsindən 2 kilo. Bir də bu mağazində də satılır, 1.5%. Aşağı yağlı az olsun da, yağlı süd olmasın, süd. Yağlı aşağı olan. Süd alırsan, belə siverci nə süd olar, fərqi yoxdur. Başlayırsan birinci günü bir xörək qaşığına bir damcı qriyalin qad edirsən.
qatırsan südə. Səhər saat 6-da verirsən onu ac qarnına. Saat 7-yə kimi yatır. 7-də bir dənə kök, bir dənə almanı sokavucu makadan keçsin, bir stəkan çıxır. Üzünün köpüyünü götürsün, sokun içsin. 7-də yenə yatsın, saat 8-ə kimi işlə yeməsin. 8-də başlasın zavtrak yeməyinə. Yeməkdə ki, ürəyinə istəyirsin, amma bir dənə qatıq olmaz, greypfrut olmaz, nar olmaz, bir də biraz yağlı yeməklərdən azatsın. Yəni qızartma yağlı yeməklər az eləsin. Vəssalam. Bu birinci gündür. İkinci günü 2 qaşıq südə 2 damcı, üçüncü gün 3 qaşıq südə 3 damcı. Dördüncü gün zadanda araq stəkanının yarısından südü araq stəkanının yarısı qədər eləyirsən. 4 damcı. 5-ci günü yenə də süd yerində qaldı. 6-cı günü yenə süd həmən normada qalır. Araq stəkanının yarısından. Hər gün bir damcı 10 günə qədər artırırsan. 10 gün tamam oldu, təzədən düşürsən 9 damcıya, 8 damcı, 7 damcı süd dəyişmir ha. Nə də o soklar, yeməklər yenə qrafik dəyişmir. Saat 6-da dərmandır, 7-də sokdur, 8-də yeməkdir. Gəlirsən 4 damcıya çatanda araq stəkanı 4 damcıya vurdum. 3-cü gün içəndə yenə 3 qaşığa 3 damcı, 2 qaşığa 2 damcı, 1 qaşığa 1 damcı. Bu eləyib bir kurs. Bir kurs bunu eləyirsən, 15 gün fasilə verirsən. 15 gün fasilədən sonra təzədən bir də təkrar edirsən. 2 kurs eləsin, geçsin aparatdan keçsin. Sırazı nəticəsini görüyorsunuz. Elə lap arxayın, əlini oynamışsa qoy get çəkirlər. Mən bu yolla 3 nəfər eləmişəm. Biri Xızıda işləyir, elektrik şəbəkədə. Məlli başı top kimidir. Biri də bu qudamın, Naxçıvanın qudamın qohumu vardı. Onu da eləmişik, o da sağlıq top kimidir, heç nə yoxdur. Bir də mənim öz yoldaşım yoxdur. Bir də bana 3-4 nəfərə də vermişəm. Birinə həkim 3 gün vaxt qoymuşdu. Qaraciyər fəaliyyətini dayandırmışdı. Tamam böyrəyinə, qaraciyərə metastaz vermiş, yayılmışdı. Dedilər aparıb 3 gün vaxt qoymuşdu həkim. Gəldilər, çıxdılar mənim yanıma, o dərmanı işte 2 ayda həmin adam yaşayır, yaxşı da yeməyə də başlayıbdır. Allah'ın köməyinə xeyir olar. Ziyanı yoxdur, yanından ondan ölmür adam. Başlasın, inşallah xeyir olacaqdır. Allah kömək olsun. Görmüşəm lisələri.